Arzular insanların hayatıdır. Və hər bir insan qəlbində olan arzuya çatmaq üçün səylər göstərir, cəhdlər edir, əziyyətlər çəkir və gəlib arzusuna çatanda, o arzuya yetişəndə özünü xoşbəxt sayır. Amma bir müddətdən sonra görür ki, o xoşbəxtçilik onun qəlbində, içində sovruldu, getdi. Mən filan işi görsəydim, filan maşını alsaydım, filan işə girsəydim, cavan da evlənsəydim, qız da ərə getsəydim. Məsələn, arzular çoxdur da, hər əlin özünə uyğun arzuları var. Bu işi etsəydim, xoşbəxt olardım və edir, gedir, yetişir, Allah nəsib eləyir ona və bir qədərdən sonra görür ki, bu xoşbəxtçilik hissi onda nə oldu? Sovruldu, getdi, adiləşdi. Müasir psixologiyada bu hala hedonik uyğunsallaşma deyilir. Yəni, insan bir arzu gerçəkləşəndə qısaca bir müddət içində xoşbəxtlik hissini yaşayır. Qısaca bir müddət. Amma sonra onun beyni, onların dediyidir, sonra onun beyni o vəziyyətə uyğunlaşır və o vəziyyət, o hal onda adiləşir və yenidən bir boşluğa düşür. Yenidən geriyə qayıdır, o boşluq ki var idi onda, yenidən o geriyə qayıdır. Bəziləri buna təhlükəli xoşbəxtlik illüziyası da deyir. Təhlükəli xoşbəxtlik illüziyası. Niyə belə adlanır? Qoy misal çəkim. İlğım deyilən bir şey var. İlğım. İnsan məsələn tutam su axtarır səhrada. Qarşıda nə var? İlğım var. Gedir o yerə yetişir. Yerə yetişdiyinə görə nə olur? Sevinir ki, bura çatdım. Amma su yoxdur. Yenidən onun ardınca gedir. O suya yetişməyin arxasıca gedir. İnsan da belədir. Arzu var, arzunun arxasıca gedir, arzuya yetişir, xoşbəxtlik hissini qısa bir müddət yaşayır və bu xoşbəxtlik hissi aradan gedir, yenidən boşluğa qayıdır, yenidən o xoşbəxtlik arzusuyla başqa bir şeyin arxasıca yola çıxır, yenə gedir, yetişir, yenə xoşbəxtliyə yetişir. Bir qədərdən sonra yenə də o aradan gedir və belə ömrü nə edir? Başa vurur. Xoşbəxtliyi tapdı mı? Tapmadı. Ona görə buna deyirlər ki, təhlükəli xoşbəxtlik illüziyası. İllüziya qalladır səni. Sən o şeylərdəki xoşbəxtliyi axtarırsan, bir müddətdən sonra o aradan gedəcək. Onun o hiss, o xoşbəxtlik hissi, o içərisini, xoşbəxtlik hissi nədir? İçim doldu. Əslində budur da xoşbəxtlik hissi. Bir için boşluğu var, bir için dolu olması var. İnsanın içi dolu olanda nə olur?
Sevinç, xoşbəxtlik alır. Xoşbəxtlik budur, için doludur. Əslində xoşbəxtlik ətrafda deyil, xoşbəxtlik buradadır. Mənəviyyatın batinin doluluğundadır. Nəinki evin doluluğundadır. Nəinki dünyasının dolu olmasındadır. Adamdır, çalışır, bir maşın alsın, bu bunun hədəfinə çevrilir, əzab, əziyyət, 1 il, 2 ildən sonra gedir o maşını alır, sevinir, bir xoşbəxtlik halı, nisbə olaraq xoşbəxtlik halı yaşayır, bir qədərdən sonra nə olur? Getdi o sevinç, getdi o çərinin xoşbəxt olması, böyle getdi, çox verir. İndi nə istəyəcək? Daha yuxarı markanı istəyəcək. Onun için başlayacaq çalışmağa. Və bu davam elədikcə insan ömrünü bunun arxasıyla getdikcə ömrünü xərcləyəcək, bitirəcək, həyatını sona çatdıracaq. Nəticədə heç bir xoşbəxtlik əldə eləməyib. Belə halda belə bir sual ortalığa çıxır. Əgər doymaq hissi olmayacaqsa, insan doymur da, bilirsiniz də. Əgər bu doymaq hissi olmayacaqsa, bu aclıq hissinin, xoşbəxtlik axtarma hissinin bizdə var olmasının nə mənası var? Niyə Allah verir bunu bizə? Əgər mən doymayacağım sadəcə, əgər mən o hala gedib yetişə bilməyəcəyimcə, bu hiss məndə niyə var? Bunu da biləsiniz, insanda hər hansı bir hiss varsa onun mənası var. Ağrının mənası var. Nifrətin də mənası var. Allah qoyubsa, deməli bir mənası var onun. Qorxunun mənası var. Sevginin mənası var. Bunların hamısının hikməti var. Hamısının doğru və yanlış səbəbləri, istifadəsi var. Onu doğruya, sevgini doğruya da istifadə edə bilərsən, yanlışı da istifadə edə bilərsən. Deyərsən, sevgidir, hələ hər zaman o doğru nəticə verəcək, yanlış nəticə verib insanı bədbəxt eləyə bilər. Qorxunu doğruya da istifadə edə bilərsən, yanlışa da istifadə eləyə bilərsən. Qəzəbi doğruya da istifadə eləyə bilərsən, yanlışı da istifadə eləyə bilərsən. Doğruya istifadə eləsən, deməli Allahın yaratdığı məqsədə istifadə eləmişsən. Yanlışa istifadə eləsən, deməli o hissə hədəfdən çıxarmışsan. Əgər bu bizdə bu hiss varsa, xoşbəxtlik yaşamaq hissi varsa, qəlbimizin aclıq hissi varsa və qəlbimizin doymaq hissi varsa və biz onu ələ gətiririk, bunu ələ gətiririk, bu işi görürük, o işi görürük, bunu ilə bərabər biz o halı tam yaşaya bilmiriksə, Allah bunu niyə verib bizə? Nədir bundan məqsəd? Bunu xatırlayaq. Özümüz üçün ki, insan fəqət maddi və cismani varlıq deyil. İnsan həmçinin də ruhani varlıqdır. Bəlkə elə deyərdik, əslində elə ruhani varlıqdır. Cismi, maddəsi ondan ötürüdür ki, o ruh bu dünyada özünün kamalını göstərsin və ya kamala gedib yetişsin. Bizim bədən üzvlərimiz, cismimiz alət kimidir, alət. Göz alətdir, əl alətdir, ayaq alətdir. Bunlar hamısı bir alətdir, alət. Ruhun alətidir. Necə ki, bir sənətkar özünü ifadə eləmək istəsə, özünü təsdiq eləmək istəsə, sənətini təsdiq eləmək istəsə, onun nəyə ehtiyacı var? Alətlərə. Biri desə ki, mən yaxşı zərgərəm. Göstər görüm zərgərliyi.
O alətlər olmasa, o zərgər özünü ifadə eləyə bilər, yoxsa yox? İfadə eləyə bilməyəcək. O hünərini, o istedadını, o bacarıqını ifadə eləyə bilməyəcək, göstərə bilməyəcək. Mütləq onun alətə ehtiyacı var ki, o alətlərin vasitəsilə özünü göstərsin və kamalını göstərsin və kamala yetişsin. Daha üstün kamala yetişsin. Bizim cismimiz də ruhumuz üçün odur. Bir alətdir. Ki, ruhumuz kamala yetişib Allaha tərəf qayıtsın və cənnətinə yetişsin. Deməli, o xoşbəxtlik hissi, o doymaq hissi cismə aid deyil, ruhumuza aiddir. O acıyan cismimiz deyil, ruhumuzdur. O xoşbəxtlik istəyən cismimiz deyil, ruhumuzdur. O xoşbəxtlik ruha aiddir, cismə aid deyil. Xoşbəxtlik ruhani bir şeydir, cismə aid deyil. Çünki cismə gələn ləzzətlər hər biri müvəqqətidir, fərqi yoxdur. Elə bir cismin aldığı elə bir ləzzət varmı ki, o daimi olsun? Bütün pik nöqtədə olan ləzzətlər ki var, süni halla, təbii halla fərqi yoxdur. O nədir? Müvəqqətidir. Tez gələcək, tez də gedəcək. Bəlkə gedəndən sonra yerində əziyyəti qalacaq. Bu da var. Əziyyət, əzab, axirətin əzabı qalacaq. Amma ruhun ləzzəti isə uzun müddətlidir, bəzən daimidir, uxrəvidir, axirətə aparıb insanı yetişdirər. Ruh sonsuzdur, baqidir, qalandır. Sonsuz olan bir şeyə, sonlu olan bir şey nə edə bilməz? Doydura bilməz. Dünya, maddə sonludur, fanidir. Fani olacaq bir şey, baqi qalacaq, daimi qalacaq bir şeyə qida ola bilməz. Anlada bildim, biraz da izah verim. Yəni, dünya nemətlərinin hər biri sonludur, müvəqqətidir, fanidir, aradan gedəndir. Amma ruh sonsuzdur, baqi qalandır, əbədi olandır. Bu, buna qida ola bilməz. Bu, bunu doydura bilməz. Ariflər deyirlər, sonsuz arzuları sonlu dünyada doldurmağa çalışan insan əbədi aclığa məhkumdur. Bəh. Bir dənə də oxuyuram, qulaq asın buna. Sonsuz arzuları sonlu dünyada doldurmağa çalışan insan əbədi aclığa məhkumdur. Çox böyük sözdür. Bu arzular sonsuz. Dünya sonlu. Dünya neməti sonlu. Sən bunu deyir, bunu ilə doldurmağa başlasan, əbədi aclığa məhkum olacaqsan. Həm dünyada olacaqsan, bayaqlar söylədiyim kimi. Doymayacaqsan ruhun, qəlbin. Həm də əli boş gedib axirətdə az qalacaqsan. Həm dünyada, həm axirətdə. Nə deyir? Həddər elədin ömür bir. Belə bir söz var xalq arasında. Deyir, qarnı doyub, amma göz doymayıb. Qarın doyub, amma göz doymayıb. İnsan belədir. İnsan belədir. Qarın doyur, amma göz doymur.
Allah Resulü bir iki hədisində gözəl mövzulara toxunur. Deyir, İnnə ibnə Adəmə lə yəmlə'u fah illə turab. Deyir, Adəm evladının ağzını ancaq torpaq doydura bilər. Ancaq torpaq doymayacaq. Digər bir hədis bundan da gözəldir, bundan da yaxşıdır. Deyir, Ləv kânə ibni Adəmə, libni Adəmə, vadiyan min zəhəb. Deyir, əgər Adəm evladına iki vadi qızıl versən, vadi bilirsiniz nədir? Vadi dağların arasında olan bir dana dərə kimi yerdir. Bir belə qab var, bir böyük qab var, bir dağlardan ibarət qab. Ona deyirlər vadi. Hər tərəfi dağdır, bir dana belə çıxır ki. Deyir, iki vadi qədər ona qızılı olsa, qızıl versən, ləbtəqə salisən, üçüncüsünü də istəyər. Lə yəmlə'u cəvfə binə Adəmə illə turab. Adəm evladının qarnını ancaq torpaq doydurar. Ancaq. Doymur. Əl-hakimut təkasur həttə zurtumul məqabir. Toplayırlar, yığırlar, yığın. Ölənə qədər. Yəni sizin o nəfsi deyək, tamahınızı o insanlar ancaq nə doydura bilər? Torpaq, qəbir. Böylədir insan. Bir dəfə bizim Hacı Yaşar qardaşımız qəşəng bir misal çəkdi bu haqda. Dedi ki, bir dəfə biz uşaq idik, atamız deyə bir misal çəkdi. Dedi ki, gecə biz yatdığımız vaxtda bir nəfər gələ, hər birimizin qapısına bir dənə dana bağlaya. Bir dana. Deyir, səhər durub görsə ki, hərənin qapısında bir dənə nə var? Dana var. Deyir, neyini yərik? Sizcə neyini yərik? Can? Hə. Deyir, belə eləyəcək. Onun danası mənim danamdan kökdür. Bunun danası mənim danamdan böyüdür. İnsan budur. Şükür, sağ olsun, o yoxdur, onun o qırmızıdır, məndə qaradır, onda yekədir, məndə bax, belədir də insan. Havayı verilib ona. Mən bunun şahidi olmuşam. Görürsən, insanlar nezir deyirlər, insanlar görürsən, qurban kesirlər filan, elə deyir, paylə də bunu. Mən şahidi olmuşam. 2 kilo ət verilir bu insana. Deyir, başlarında deyilsin, sümü idi çoxu. Allah Ekber, Allah və insana bax. İndi bu verməyib ki, qəssab doğrayır və yaxud da heyvanın sümüyü olar da. Havayı verilir də sənə də. Sümü idi çoxsu. Allah Ekber, bu insan necə varlıqdır. Bu insan doymur, doymayacaq. Doymayacaq, ancaq turab, ancaq qəbir, ancaq. Bunun qarnını, gözünü bu dolduracaq. Belə varlıqdır. Əcəbtü limən yəştəhi, Həzrəti Əli Aleyhisselam buyurur. Əcəbtü limən yəştəhi dünya və Rabbud dünya vəl-axirəti mevcud. Təəccüb eləyirəm, deyir, bir insana ki, dünyanı istəyir. Və dünya və axirətin Rəbbi də var. Bunun sözü odur ki, sən ki, müstəqil halda dünyanı istəyirsən, sən Rəbbini istəsəydin, Rəbbin dünyanın da, axirətin də Rəbbidir. Sənə ikisini də verərdi. Amma sən o dünyanı istəyirsən Rəbbsiz. İmam Cəfər Sadiq əleyhissalam buyurur, əgər insanların
qəlbində Allah sevgisi olsaydı, dünya onları doydurardı. Allah sevgisi olsaydı, dünya onları doydurardı. Allah sevgisi ki bir insanın qəlbində olmasa, dəryaları qızıl eləyib versən, deyəcək səhralar qaldı. Doymur. Son belədir. Siz doyan insan tanıyırsınız, Allahsız. Yox, tanımayacaqsınız. İmam Səccad əleyhissalam buyurur, İlahi, səni tanımayan, səni tapmayan neyi tapdı? Səni tapan ne itirdi? Ne gözəl sözdür. İlahi deyir, səni tapmayan, o kəs ki səni tapmayıb, bütün dünyanı ver ona, o elə bilsən bir şey qazanıb, qazanmayıb, heç nə tapmayıb, heç nə qazanmayıb. Heç nə yoxdur ona. Vallahi heç nə yoxdur. Mən keçən dəfə dedim də, bir zəlzələ olsa, nə olacaq? Toz torpaq olacaq, zilzibil olacaq bu gözəlliklər. Allah göstərməsin. Zilzibil. Deyir, Allah'ı tapmayan neyi tapıb? Nələri tapıb? Heç. Deyir, Allah'ı tapan neyi itirib? Hər şey qazanıb. Odur ki, ilahinin məhəbbəti şərtdir. Allahümmə rızzuqni hubbəkə və hubbə mən yuhubbuka. İlahi, İmam böyle duasında deyir, İlahi, səndən sənin məhəbbətini istəyirəm, ruzu elə məhəbbətini və səni sevənin məhəbbətini istəyirəm. Cəlaləddin Ruminin bir gözəl sözü var. Deyir ki, sən dənizə aidsən. Sən dənizə aidsən. Bir damla ilə necə doya bilərsən? Dünyanın axirət nədir? Dənizdən damla kimidir. Dünyanın bütün neymətləri bir damladır. Axirət dərya kimidir. Deyir, sən dəryaya aidsən, bu damla səni doydura bilməz. Sənin ruhun böyükdür. Bu dərdümürlər səni doydura bilməz. Deməli, insanın ruhunu doyduran nədir? Allah. Allah. O boşluğun səbəbi nədir? Allah. O ruhumuz nə istəyir? Allah. Neyin acıdır ruhumuz? Allah'ın. Nə versən ona doymayacaq. Nə versən müvəqqəti bir xoşbəxtlik yaradacaq. Sonra o sovrulub gedəcək, yenə də istəyəcək. İstədiyi Allah'dır, Allah. İnsanın ruhunu Allah'tan başqa heç nə doydura bilməz. Cavad Amili böyük filosoflardandır, ariflərdəndir. Bir gözəl söz deyir. Deyir, insanın içindəki doymazlıq onun Allah'la qopmuş rabitəsinin ağrısıdır. İnsanın içindəki doymazlıq onun Allah'tan veya qopmuş rabitəsinin ağrısıdır. Subhanallah. Ayrılmış. Görürsən, bunu bundan ayırarsan nə olar? Ağrı verər. Deyir, biz Allah'tan qopmuşuq, onun ağrısıdır bu boşluq, bu azlıq. Bu həqiqətdir. Bütün alimlər deyirlər bu həqiqətdir. Bütün filosoflar deyirlər həqiqətdir. Bizim həqiqi ağrılarımızın səbəbi Allah'tan ayrılmağımızdır, qopmazımızdır. Rabitələri kesmişik, rabitələri ayırmışıq. Və yaxud bəzən rabitələr eləmək istəyir, düz eləmirik. Nə verir? Zamqanı verir. Düzgün yolunu tapa bilmirik. Doğrudan düzgün yolunu tapa bilmirik. Bax, İmam Səccadın duasındadır. Deyir, buyurur, İlahi, sənin dəlilin
yol göstərənin olmasa, yollar necə də dar, necə də sıxıntılı, necə də çıxılmaz olar. Əgər yol göstərən olmasa, yollar çox dardır, çox sıxıntılı olar, çox çıxılmaz olar. Ancaq Allaha tərəf. Çıxış budur Allaha tərəf. Zariyat surəsində buyurulur, fəfirru ilallah, fəfirru ilallah, qaçın Allaha tərəf. Gedin yox ha, qaçın Allaha tərəf. Dünyanın, ahiretin xoşbəxtliyi Allaha tərəf getməkdədir və doğru getməkdədir. Həqiqətən getməkdədir, şirksiz getməkdədir, sevərək getməkdədir. Sizə bu sözü də istəyirəm deyəm, bir hədiyyə olsun. Bu boşluq hissi ki var, əslində Allahın sənə olan bir çağırışıdır. Heç nəylə doydura bilmirsənsə, Allah doydura da bilməyəcəksən. Bu Allahın sənə bir çağırışıdır. O yer mənim yerimdir. Oranı ancaq məni ilə doydura bilərsən. Məndən başqa heç nəylə doydura bilməzsən. İnsanın qəlbində bir taxt var. Heç nə, heç kəs onu tuta bilməz. O Allaha məxsusdur. Və bunu da istəyirəm deyəm. Bax, sözüm budur, bax. İnsanın içərisində bu doymazlıq hissi ki var ha. Bu bilirsiniz neyin sübutudur? Ahiretin sübutudur. Cənnetin sübutudur. İnsanın ruhu ancaq dünyada Allahla, ahirətdə cənnətlə doya biləcək. Allah bunu qoyubsa, bizim fitrətimizdə əbədiyyətin nişanəsidir. Ruh əbədidir, insan əbədidir. Bəzən insanın ölməzlik hissi var ha. İnsan inanmır da öz haqqında ölməzliyə. Başqasının ölümünü görür, inanır, amma öz haqqında nə etmir? İnanmır da. İnanırıq ya yox. Bilirik ama inanmırıq. İnansaydık həyatımız başqa cürə. İnanmırıq da, öləcəyəm. Bunun səbəbi bilsən nədir? Çünki ruhum ölməzdir. Ruhun ölməzliyinin dəlilidir bu. İnsanın əbədiyyətinin dəlilidir bu. Ruh inanmır. Çünki ölməyəcək axı. Necə anladım onu? Odur ki, biz dünyada bizim həqiqi xoşbəxtliyimiz, ruhumuzun doyması, qəlbimizin dolması Allah'ladır. Allah'ın sevgisi ilədir. Allah'ın sevgisi ilə nəinki yemək, aclıq bizə belə ləzzətlidir. Ay müminlər, elədir ya yox. Qaydaq Ramazan ayına. Qaydaq Ramazana, Allah nəsib eləsə bir də oruç tutaq. Allah sevgisiyle aclıq kefdir, aclıq ləzzətdir, məhrumiyyət ləzzətdir, xəstəlik ləzzətdir, zindan ləzzətdir, quyunun içində olmaq ləzzətdir, fərqi yoxdur Allah sevgisiyle olandan sonra hər şey ləzzətdir, doludur içəri. Amma Allah olmayandan sonra, Allah sevgisi olmayandan sonra hər şey əziyyətdir, hər şey əzabdır. Allah bizi özünə tərəf qaçanlardan qərar versin. Allah bizi özünü sevənlərdən qərar versin. Həqiqi ilahi sevgiyə yetişməyi bizə Allah nəsib eləsin inşallah. Və o xoşbəxtçilik, hər nədirsə Allah onu xərq edibsə, dünyada da onu dadmağı bizə nəsib eləsin.